rəyli şeylər. Baxın sizə dediyim kimi burada hoppanmağa bir yer var. Uşaqlar hoppanır yuxarıya. Burada isə maşınlar var. Burada popcornusu veya başka şeyler satırlar. Burada yerləncəklər var. Təbiət aid belə yaşıllı. Burada isə bir dənə belə hoppanma var uşaqlar üçün. Əyləncəlidir. Burada da hoppanma var. Burada isə top var. Belə hoppanmalı, trambolinli top. Buradan belə baxın, ayılı, bananlı. Çox gözəldir əslində uşaqlar üçün. Baxın, bunda arkasında belə. Belədir qalmaq üçün. Bura belədir. Burada isə futbol zalı var. Gedib futbol zalına baxaq. Görək kimsə oynayır, nəsə. Ona baxaq və onu çəkək. Gedirik. Burada dediyim kimi sizə belə bağ var. Düşürük. Heç kim oynamır. Zal bağlıdır. Yəqin ki, axşam oynayarlar. Akşam da gelip belki tek diyeyim. Ama diyesen oynuyorlar. Salon kapısı açıktı. Yok oynamıyor. Bir dakika bakın. Bağlıdır. Burada da plastik kablar için yani təbiətə zarar verməyək deyə belə bir şey koydular. Burada sizin dediğim park. Bütün bu parkın her yerinde zeytin ağacı olduğu için ona zeytin bağı deyirlər. Yani zeytunluğu da deyirlər. Hatta bu yanında zeytun restoran var da yani. Zeytun belə zal, belə ad günü tədbirlər üçün. İndi buradan belə keçirik parkın içine. Bakın belə. Her yer ama her yer zeytun ağacıdır. Burada ise bazı ağaçlar daha da yüksek kalkması için tam bilmirəm. Onu kəsirlər yani. Ama kökdən yox da uclarından çok uzun ağacları uclarından kəsirlər. Deden de. Dede. Getireceğim, vereceğim. Beş dakikadan sonra kızım işte. Stop, 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 stop.